Amerika Birləşmiş Ştatlarının Venezuelada həyata keçirdiyi əməliyyat və Nikolas Maduro'nun həbsi dünyanın bir nömrəli gündəmi olmaqda davam edir. İndi verilən əsas sual budur: niyə Donald Trump məhz Venezuelanı hədəf aldı? Donald Trump Nikolas Maduro'nu yüz minlərlə Venezuelalının Amerika Birləşmiş Ştatlarına axınında ittiham edir. Bundan əlavə Amerika prezidenti Venezuelanı narkotik qaçaqmalçılığında və narkoterrorçuluqda günahlandırır. Nikolas Maduro isə həbsindən bir neçə saat əvvəl bildirmişdi ki, Donald Trump'ın əsas məqsədi onu devirmək və Venezuelanın neft ehtiyatlarına sahib olmaqdır. Bu iddialara Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio ötən gün belə cavab verdi: Amerikanın Venezuela neftinə ehtiyacı yoxdur, Amerika Birləşmiş Ştatlarının kifayət qədər nefti var. Qeyd edim ki, bugün Nikolas Maduro New York'da Bakı vaxtı ilə saat 21-də məhkəmə qarşısına çıxarılacaq. O, narkotik qaçaqmalçılığında ittiham olunur və bundan sonraki prosesləri hər kəs gözləyir. Hansı istiqamətdə proseslər inkişaf edəcək və təbii ki, növbəti mərhələdə qarşıdakı günlərdə də Venezuela neftinin kimin nəzarətində olacağı da aydınlaşacaq.